Baboş bu dəfə qonşularına müraciəti ilə diqqət çəkib. O qonşulardan kömək istəyərək dəstəyə ehtiyacı olduğunu bildirib. Baboşun bu müraciəti maraqla qarşılanıb. Görəsən Baboş qonşulardan nə üçün kömək istəyib? Səbəbini videoda özünüz izləyin. Mənim cəzalarımı ləman eləyəcək. Nə bir maaş alıb, 4 olmaq istəyirəm, amma otura bilmirəm. Mən cəza eləyə bilməyəcəm, mənim cəzalarımı ləman eləyəcək ondan. Ləman deyir ki, qoşur, borcum da çoxdur uşaqlar. 1000 manat yemədi borcum. 2000 də şeyə, aldığım aynonlara. Yoxsulay, mən cəza eləyə bilməyəcəm, qaqa. Başına qaldım doldu. Nə bilsin, altında pulumu saymışsan? Yaxşı, Arif olsa deyəcəm. Amma hal-hazırda itin Max dolaşıb deyil. Mən deyəm ki, niyə hirəyə hürür, səsi də batıb. Çıxın baxdım ki, dolaşıb burada balaca limon ağacı var idi. Ona tərpənə bilmir. Təkəm, evdə heç kim yoxdur. Yiyəm. Acmışım amma, axşam onu verdilər. Dedilər ki, axşam yemək yeməyirsən. Deyim, bunu yiyirəm, uşağı doğrama qazıq. Şüyüdü, bir də xiyarlıqası. O iltə aşmalıyıq. Yoxdur Bərdədən bir insan, nə olar, gəlsin, kömək eləsin, tutmayacaq idi. Heç olmazsa əlin açın, ağaca çıxarsın, dolaşır zincir ona, yazıq, bir dənə boynu belə qalıbdır. İndi duram gedən baxıram, ürəyim ağrıyır, nə olar, kimsə varsa gəlsin, kömək eləsin. 2-3 gündür ki, gəlmir, deyir, səhər gələcəm mən. Mərtin deyir, səhər gələcəm. Mən açamıram, uşaqlar, mən əyilə bilmirəm, əyilmə yolunuza əyildim, getdi. Başa düşdünüz? Əyağımdan yenə ağrı tutuqdu, pilləkəni düşdüm, çıxa bilməyəcəm. Nə olar, az kömək eləyəndə, ürəyim pis olur. Bərdədən kimsə varsa yaxınlaşsın da, bu qonşulardan kimsə varsa yaxınlaşsın. Bir də o ağacı belə çıxarsın ki, o it açılsın. Gəl, buradasansa gəl Bərdədən, Bərdədən olan ha. Gəl başa salım, onu tutun, qaqa, nə olar? Gedək, bax, it çox pis dolaşır, onu da yüzü yanır, oturmur bir yerdə. Hansı qonşu? Qonşu qorxur ondan. Gəl, Natiq. Kameradan baxacağım, darvaza çıxdı.